Suraxanı rayonu Bülbülə qəsəbəsindəki 140 saylı tam orta məktəbdə təşkil edilən tədbirdə əvvəlcə açıq dərslər və 21 fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar sərgi ilə tanışlıq oldu. Tədbir dövlət himninin səsləndirilməsi ilə başladı. Suraxanı rayonu 140 saylı tam orta məktəbin direktoru Məcid Rəsulov bildirdi ki, ana dilimizi qorumaq və inkişaf etdirmək hər birimizin borcudur. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı Ulu Öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının aparat rəhbəri Fərman Rəsulov xatırlatdı ki, 1995-ci ildə qəbul edilən konstitusiya ilə dövlət dilinin adı bərpa olunub. Sonra 140 saylı məktəbdə kollektivin ana dilinə həsr etdiyi ədəbi bədii proqram nümayiş olundu. Ana dilimizi qoruyaq mövzusunda çıxışlar, video slaydlar təqdim edildi. Bildirildi ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 2002-ci il sentyabrın 30-da Azərbaycan Respublikasında dövlət dili haqqında qanunun qəbul edilməsi nəticəsində Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi təmin olundu. Hazırda bu ənənələr dövlət başçısı tərəfindən uğurla davam etdirilir. Elməddin Quliyev, Cəfər Qasımov, Günel Şahmalı qızı, xəbərlər.